Alov binanın dam örtüyünü ağuşuna alıb. Yanğın söndürənlər isə alovun qarşısını almağa çalışırlar. Görüntülər Bakıda yaşayış binasında baş verən güclü yanğındandır. Hadisə Yasamal rayonu İnşaatçılar prospektində yerləşən 6 mərtəbəli yaşayış binasında baş verib. Səhər saatlarında qəfil başlayan yanğın binanın dam örtüyünü bürüyüb. Əraziyə dərhal yanğın söndürən briqadalar cəlb olunub. İçəridə qalan bina sakinləri təxliyə olunub. Alov elərsən bir şey yanıyor, alışır belə. Qalxdım, həmən çıxdım yuxarı çardağa. Orada gördüm alov tutub tavanı. Uşaqlara dedim qaçın aşağıya. Mən də gördüm qonşulara bir iki-üç tərəfini belə möhkəm döydüm qapıları. Sizi kim çıxartdı? Özüm. Özünüz çıxdınız? Uşaqlar dedilər qayda çıxın, həmən də çıx. Hazırda 20-yə yaxın Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və 100-dən artıq canlı qüvvəsi əraziyə cəlb olunub yanğının söndürülməsi ilə məşğuldurlar. Həmçinin prosesə mane olmamaq üçün yolda nəqliyyatın hərəkəti də məhdudlaşdırılıb. Yanğın zamanı ölüm halı və ya hər hansı xəsarət alan olmasa da, binanın dam örtüyü 400 kvadrat metr sahədə yanıb. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov da hadisə yerinə gəlib. Ondan sonra həmin araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul olunacaqdır. Əlbəttə ki, sakinlərə müvafiq kömək göstəriləcəkdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov isə yanğının ilkin baş vermə səbəbləri barədə danışıb. Yanğının baş vermə səbəbləri əraziyə cəlb olunmuş Dövlət Yanğın Nəzarət Xidmətinin Təhqiqat qrupu tərəfindən araşdırılır. Yanğının söndürülməsinin gedişatı nəticəsində bizim yanğın söndürmə xidmətinin əməkdaşları arasında eyni zamanda bizdə olan məlumata görə vətəndaşlar isə xəsarət alan hallara insanlar olmamışdır. Yanğın tam söndürülüb. Hazırda faktla bağlı araşdırmalar aparılır.